Assalamu aleykum əziz dostlar. Gözəller gözəl olan bizim Zaqatalamızın Qazangül deyək ki kəndi. Dostlar, köhnə çay salxozu. Dostlar, çox mənzərəli, çox gözəl, super yerində ev satışıq. Evdə dostlar, evdə çox qəşəng evlər daha, möhkəm tikili. Ev sahibi özü üçün tikən evlər olur. Bir dənə panoramaya baxın, dağların panoramasını bir dənə çək, zəhmət olmasa. Dostlar, dediyim kimi, evin önündə dayanırsın, evlərin baxın, gözəl panorama, dağın bax, bir dənə görüntüsünə baxın, nə gözəldir. Dostlar, bunu vurğulayayım ki, deməli, düz bu asfaltdan, göstər, asfaltdan 100 metre yuxarıdır. Asfaltdan 100 metre yuxarıda Sarıgöl, burada istirahət mərkəzi var da Sarıgöl. Hamı tanıyır, Zaqatalada adlı sanlı yerdir. Sarıgöldə gidən yolun düz sağı. Bir dənə evi də göstər, zəhmət olmasa. 5 sot həyətin içində, 5 sot həyətin içində ev tikilib dostlar. Qazı, suyu, işığı. Qazı, suyu, işığı üçü də var. Özdə evi də dostlar, bir dənə onu vurğulayım da. Yəni nəyi var möhkəm tikilib də, kolonları ilə, işığın ən yaxşı kabeli ilə, inşallah ətraflı. Gəlin içəridə göstərin. Dostlar, dediyim kimi, bax belə bir pilləkəndir, dağların gözəlliyinə baxın. Adam burada həqiqi dincəlirsən də. Bax pilləkənin eninə baxın. 4 metreden yuxarı eni olan. Bax, belə qəşəng girişdə dəmir qapısı. Göstər. Baxın. Super. Qapı da, dostlar, bax, spesialini özü üçün yığdırıb. Bax, arxası da nə forma yığıb. İçi də utiplit olunub. Bir dənə gəlzənət olunub. Deməli, girişdə belə bir dənə geniş yer. Dostlar, bax, işığı vurğulayıram. Baxın, altılıq kabellə çəkib, met kabellə. Evimizin pol sistemi isti pol. Evlər bütün isti poldur. Bax, dostlar, girsən, mən buradan başlayaq, kuxnadan, mətbəxdən. Bura mətbəxdən. Mətbəxin genişliyinə baxın yerə. Baxın, isti pol, geniş mətbəx. 3-15 gibi səhvlənməmizdir. 3-15 patoloğun ünlüdür. Baxın, suları, kanalizasiyaları, gazı, dediğim gibi kabeli, ışık kabeli en yaxşı ilə çekilir. Bir dənə zəhmət olunuz, gəl qarşıda bu takip edin. Və burada bir ən qəşəng otaq. Bax, dostlar, dediyim gibi pəncərədən baxırsan, dağların panoraması. Göstər bir dənə. Göstər zəhmət olunsa operator. Sarıgöl'e giden yol, dağların panorama, mənzərəsi gözəl. Gəl inşallah. Kamera. Gəl burada sənə. Deməli, bu evdə dostlar. Burada deyilər qazanxanada. Paltar yüyən maşın, əlavə nə qoymaq istəyirsə quraşdırma. Baxın, oranın köprün polu başqadır, addendir. Buranın deyil, obşi evin başqadır. Deməli, İstəyəni lazım olmayanda bağlaya bilirsiniz. Özü üçün edib, demirəm, yəni oranı adden edib, buranı adden edib. Burada istipoluna təşkilat olunur. Super tikili, bax super, baxın. Otaqlara var, nə qəşəngdir. Otaqlara belə qəşəng, mükəmməl. Bax. Və göstərim sizə 1, 2, 3-cü otaq, 4-cü otaq. Bax, bu detski. Uşaq üçün otaq eləyirlər, uşaq otağı. Çok süper. Bakın burada da bir tane geniş otak. O otaktan bu otak səhvləməmsi də ölçüləri deyildir. Hündürlüğe bakın, patoloğu hündürlüğünü çek. 3-10 nə qədərdir də ayarlar? 3-15 dedi səhvləməmsi. Və inşallah geçen burada sanuzə sanitar qovşağı. Burada sanitar qovşağın yeri də qoyulub, şantları atılıb, trap yeri də qoyulub, çəkilib suları, kanalizasiyası. Bax, duş yerləri də. Dediyim gibi burada rezetkası, ummanı koymaq üçün yeri, moyka yeri, nə bilim, ürəyi nətə istəyir, zövqü görə. Dostlar, deməli, bu ev sahibi deyir ki, mən bunu təmir eləyərdim, ürəyim isə necə təmir, aboyunu qurardım. Deyir, kim alırsa, xanımlar alan adam öz zövqünə görə inşallah aboyunu vurdurar, öz zövqünə görə qapılarını vurdurar, suyu, qazı, işığı daimadır. Dostlar, deməli, kim bu eve sahip olmaq istəyir? Bir dənə də çörək zəhmət oldu, stop elə.
Dostlar, sənədimiz də kubçadır. Yəni həyətyanı. Həyətyanı kubçadır. Ha bu deyə özü biz hər adamın həyətyanı kubçalı həyəti yoxdur. Birinə pay torpaqdır, birinə kim nə eləyibsə Allah xeyirli eləsin. Həyətdə də bax belə güclü bax tikilmiş kanalizasiyası. 32 kubdur deyir. Tutumu 32 kubdur. Və dostlar, bax pilləkənin eninə baxın. Qəşəng yığdıra bilərsin. Hər bir üstünə ürəyiniz istəyən formada pilləkən yığdıra bilərsin. Evin də bir dənə tələsini göstər bir dənə evə bilər. Gör, pəncərələri müasir, hər gözəl tikilişi möhkəm. 3 yerdən kəməri, rigerləri, 12 dənə deyir kolon qoymuşam deyir. 5 sot həyətin içində. 5 sot həyətin içindədir dostlar. Suyu, qazı, işığı dediyim kimi daimadır. Deməli dostlar, bax nömrəni də xatırlatıram. Bax, burada vurulub ekran. 010'la 374 75 26 və yenə xatır 010 374 75 26. Dostlar, bu ev sahibi bax özü birbaşa özü satır. Yəni ki, inşallah özünə zəng eləyin, özü ilə danışın, qiymətidir, hər şeydir. Belə gözəl, bax Bakıda yaşayanlara müraciət edirəm. Kim ki Zakataladan yer axtarır, deyir ki, mənə Zakatalada istirahət zonasında mənə ev olsun. Qardaş, zəng elə, birbaşa sahibi ilə danış inşallah. Dostlar, alana da, satana da Allah'tan xeyirlisi. Sağ olun.